Salam. Məqsədə çatmaq üçün planlaşdırma mövzusunda danışmışdıq. Bəzi dostlar bu barədə daha geniş məlumat istədiklərini bildirdilər. Buna görə də bu mövzunu bugün biraz daha dərindən araşdırmaq qərarına gəldik. İnsanların çoxu məqsəd, hədəf və dəyər anlayışlarını bir-biri ilə qarışdırır. Nəticədə isə aylarla, hətta illərlə çalışsalar da istədikləri yerə çata bilmirlər. Gəlin əvvəlcə bu üç anlayışı bir-birindən ayıraq. 1. Məqsəd nədir? Məqsəd insanın həyat missiyası, həyat zirvəsi və yaşamaq səbəbidir. Məsələn, mən 80 yaşında və ya 70 yaşında özümü necə, harda görürəm? Məqsəd maddi bir şey deyil. Məqsəd insanın çatmaq istədiyi ən ali haldır. Məsələn, xoşbəxt olmaq istəyirəm. Səadətə çatmaq istəyirəm. Təkamül etmək istəyirəm. Tərəqqi etmək istəyirəm. Yüksəlmək istəyirəm. Kamil insan olmaq istəyirəm. Bunların hamısı məqsədlərdir. Yəni, dediyimiz kimi, ən ali səviyyədə insan özünü harada görür? Nəyi əldə eləmək və hansı səviyyəyə çatmaq bunun həyatının ən yuxarı, ən yüksək zirvəsidir? Bu bir. İkinci, dəyər. Dəyər məqsədin hansı istiqamətdə həyata keçəcəyini göstərir. Yəni, məqsədimizə hansı sahədə çatmaq istəyirik? Məsələn, elm sahəsində, yoxsa ailə həyatında, psixologiyada, idmanda, riyaziyyatda, hər hansı bir peşədə, mədəniyyətdə, incəsənətdə. Deməli, dəyər nədir? Dəyər məqsədi konkretləşdirir, dəqiqləşdirir. Məsələn, mən yüksəlmək istəyirəm. Çox gözəl. Bunu deyən kəsə o dəqiqə bu sual verilir və yaxud insan gərək özü-özünə bu sualı versin. Bəs hansı sahədə? Bax, bu sualın cavabına dəyər deyilir. İnsan məqsədə çatmaq üçün, yəni məqsədini, ali hədəfini, yüksək halını təsəvvür etdikdən sonra dəyəri, yəni istiqaməti təyin eləməlidir. Bu iki və üçüncü hədəf. Bəs hədəf nədir? Ən çox qarışdırılan anlayış məhz budur, yəni hədəfdir. Bəzi insanlar məqsədi və dəyəri hədəf hesab eləyirlər. Sonra da deyirlər ki, niyə arzumuza çata bilmirik? Çünki hədəf başqa şeydir. Dəyər, məqsəd, hədəf deyirlər. Hədəf məqsədə aparan dəqiq, ölçülə bilən və müəyyən zaman çərçivəsində həyata keçiriləcək addımdır. Başqa sözlə desək, hədəf məqsədin fəaliyyət planıdır. Misal, məsələn, deyirik, mən məqsədim nədir? Tərəqqi etmək istəyirəm. Bu oldu məqsəd. Ardınca gəlir dəyər. Hansı sahədə? Məsələn, psixologiya sahəsində. Bunun ardınca gəlir hədəf. Hədəf nədir? Bir il ərzində, məsələn, psixologiya mövzusunda 25 kitab oxuyacam. Başqa bir misal, başqa bir şəxs deyir, kamil insan olmaq istəyirəm. Bu oldu məqsəd. Hansı sahədə? Allahın həqiqi mömin bəndəsi olmaqla. Bu oldu dəyər. Bəs hədəf? Hədəf yəni həmin plan. Hədəf nədir? Bir il ərzində bütün namazları əvvəl vaxtında qılacam. 6 ay nə ciddi, nə zarafatla yalan danışmayacam. 5 ay ərzində hər gün valideynlərimə baş çəkəcəm. Sevgi ilə onlara yanaşacam. Onlara gözəl söz deyəcəm. Layiqli övlad olmağa çalışacam. Bu oldu hədəf. Başqa bir misal. Məsələn, məqsəd. Dünya görmüş şəxsiyyət olmaq. Hədəf. Hansı sahədə? Məsələn, səyahət və turizm sahəsində. Hədəf, məsələn, bir il ərzində 5 xarici ölkəyə səyahət eləyəcəm. Deməli, tərtib belə oldu. Biz məqsədimizi təyin eləməliyik. 70-80 yaşımızda harda olmaq istəyir? Bizim həyatımızın pik nöqtəsi haradır?
hansı sahədə ora çatacağıq? Məqsədimiz hansı sahə ilə reallaşacaq və planlarımız nədir? Dostlar, yadda saxlayaq ki, məqsəd bizə niyə yaşadığımızı göstərir. Dəyər bizə harada inkişaf edəcəyimizi göstərir. Hədəf isə bunu bizə necə, hansı mərhələdə və nə vaxta qədər həyata keçirəcəyimizin göstəricisidir.